Bundan əvvəlki paylaşımlarımızda biz qərb səyyahlarının və səfirlərin Səfəvi sarayında danışılan dillə bağlı olan qeydlərinizi nəzərinizə çatdırmışdıq. Bu xüsusən Şah Abbasın dövrünə aid idi. Bəs gəlin görək, növbəti şahların, xüsusən Şah Səfinin və Şah II Abbasın dövründə qərb səyyahlarının Səfəvi sarayında gördükləri nə idi? Fransız səyyahı Jean de Thévenot 17-ci əsrdə Qızılbaş İmperiyasına səfəri zamanı yazırdı ki, Səfəvlərin İsfahan sarayında fars dili deyil, türk dilinin elə bir ləhcəsinə danışılırdı ki, bu ləhcə Osmanlı türkçəsindən o qədər fərqlənirdi ki, onu ayrıca bir dil hesab etmək olardı. Söhbət əlbəttə ki, Azərbaycan türkçəsindən gedir. O yazırdı, onlar yalnız türk dilində danışırlar, amma bu ləhcə İstanbulda danışılan dildən o qədər fərqlidir ki, tamam başqa bir dil sayılır. Onların farsça deyil, türk dilində danışmasının səbəbi yalnız türklər və tatarlar kimi müxtəlif dövlətlərin Persiyanı fərq etməsi ilə bu dilin gətirilməsi deyil, həm də saraya mənsub olanların danışdığı dilin onları xalqın qalan hissəsinə fərqləndirməsi və onlara hər zaman özlərini daha üstün göstərmək üçün xüsusi bir nüfuz və imtiyaz verməsidir. Gördüyümüz kimi, Azərbaycan türkçəsi Qızılbaş dövlətində yalnız danışıq dili deyil, eyni zamanda status və hakimiyyət mənasını ifadə edirdi.